Salam əziz şagirdlər, əziz balalar. Bu dərsi qısa konkret izah edim. Deməli, bir dəyişənin bərabərçiliyin həllini dəyişənin həmin bərabərçiliyini doğru ədədə bərabərçiliyə çevirən bütün qiymətlər çoxluğuna deyilir. Baxın bura. Burada verilən çalışmanı yazaq. 6x deməli 6x çıx 2 böyükdür 10. Bu bərabərçiliyin üzərində dərsi keçin. Baxın. Toplananı əks işarə ilə bərabərçiliyin bir tərəfindən digər tərəfinə keçirdirəm. Bu 2-nin işarəsi nədir? Mənfi düz, değil mi? Keçir digər tərəfə. Olur 6x böyükdür 10 üstə gəl 2. Deməli, toplananı əks işarə ilə bərabərçiliyin bir tərəfindən digər tərəfinə keçirdikdə onunla eyni güclü bərabərçilik alınır. Yəni, loğru dildə desək eyni, riyazi dildə desək cavabları eyni olan bərabərçilik alınır. Baxın, demək bu bərabərçilik eyni güclüdür. Yəni hər ikisinin cavabı eyni gəlir. Baxın, 6x böyük olur nədən? 10 üstə gəlir 2, 12-dən. İndi bərabərçiliyin hər iki tərəfini eyni bir müsbət ədədə vurduqda və ya böldükdə onunla eyni güclü bərabərçilik alınır. Baxın, hər tərəf bölürəm 6-ya. 6x-i bölürəm 6-ya qalır x. 12-ni bölürəm 6-ya olur 2. X böyükdür 2. Və belə yazıram. 6x böyükdürsə 12-dən. X böyük olur 12 bölü 6. Vurmadı axı, vuruq hasıl. Hasılı bölürəm vuruq. X böyük olur 2-dən. Bax, indi bu bərabərçilik. Bu rəngimi də dəyişdirək. Baxın, bu bərabərçilik. Bax, bu bərabərçilik. Bu bərabərçilik. Bu bərabərçilik. Hamısı eyni güclüdür. Əsas. Demək, burada hər iki tərəfi eyni ədədə böldük. Eyni güclü bərabərçilik alındı. Yəni, cavabları eyni olan bərabərçilik alındı. Sarı, qırmızı ineyim. Burada isə bərabərçiliyin hər hansı bir toplananını, ikini, daha doğrusu burada mənfi ikini əks işarə ilə digər tərəfə keçirdik. Bununla eyni güclü bərabərçilik alındı. Bu belə. İndi x böyük 2 almışıq, düz değil mi? Ən yuxarıda nə deyirdi? Bir dəyişənli bərabərçiliyin həlli dəyişənin həmin bərabərçiliyi doğru ədədə bərabərçiliyə çevirən qiymətlər çoxluğuna deyilir. Bir dəyişənli bərabərçiliyi həll etdik, aldıq cavab bax bunu. X böyük oldusa 2-dən, deməli x daxil oldu nəyə? 2-dən müsbət sonsuzluğa. Yəni bu aralıq bərabərçiliyi doğru bərabərçiliyə çevirən qiymətlər çoxluğu. Yəni bərabərçiliyin qiymətlər çoxluğu. Bu aralıqdan istənilən qiyməti x-da, yəni burada yerinə qoysaq cavab ondan böyük alınacaq. Məsələn, 2-dən böyük bir dənə 3 götürürəm. X-in yerinə burada 3 qoyuram. 6 vurur çıx 2. Neçə? Görək böyük 10 eləyir. Böyük 10 yazaq bura. 6 vurur 18. 18-dən çıxıram 2 neçə eləyir? 16. 16 böyükdürmü ondan? Bəli. 16 həmişə ondan böyükdür. Deməli, bu aralıqdan istənilən ədəd götürsək, bərabərçilik doğru ədədə bərabərçiliyə çevrilir. Yəni, bu bərabərçiliyi nə edir? Ödəyir. Həllər olmayan bərabərçiliklər də eyni güclü bərabərçiliklərdir. Məsələn, 2 dənə bərabərçiliyin həlli yoxdursa əgər, demək, onlar eyni güclüdür. Yəni, belə deyək də, loğru dildə cavabları eynidir. Ona görə onlara deyilir eyni güclü bərabərçiliklər. Riyazi dildə. Çünki riyazi dildə artıq deyəndə loğru dildə belə deyək izah olunur, amma deyiləndə mütləq və yazılanda mütləq riyazi dildə yazılmalıdır. Bəzən loğru dildən gərək istifadə olunsun. İndi bərabərçiliyin hər iki tərəfini eyni bir mənfi ədədə vurduqda və ya böldükdə bərabərçiliyin işarəsini dəyişməklə onunla eyni güclü bərabərçilik alınır. Ona ait bir dənə çalışma yazın. Baxın. Məsələn, yazıram mənfi 6x böyükdür mənfi 18-dən. Hər tərəf bölürəm mənfi 6-ya. Bax, bunu mənfi 6-ya bölürəm, bu olur x. 18-i bölürəm mənfi 6-ya, eləyir mənfi 3. Belə deyək də, bunu da böldüm mənfi 6-ya. Hara gedirsən aşağı, yuxarı çıx görüm. 18-də bölürəm mənfi 6-ya, burada tam yerləşdirəmirəm. 3. Və ortadakı bu işarə dəyişir. Deməli, bərabərçiliyin hər iki tərəfi eyni
bir mənfi ədədə vurduqda və ya böldükdə bərabərsizliyin işarəsini dəyişməklə onunla eyni güclü bərabərsizlik alınır. Demək bu bərabərsizlik eyni güclüdür. Yəni bunların həllər çoxluğu eynidir. Bu belə. İndi aşağıda verib deməli AX böyükdür B bərabərsizliyidir. Birinci A böyük 0. İkinci A kiçik 0'a bax. Vuruq hasil düzdürmü? Belə götürək. Hasili bölürəm vuruğa, B-ni bölürəm A-ya. Olur X böyükdür B böl A. A müsbətdir axı. Müsbət olanda olduğu kimi qalır. Burada A mənfi olanda X kiçik olur B böl A-dan. Baxın burada 6 mənfi idi düzdürmü? Böyük işarəsi çevrildi oldu nə? Kiçik işarəsinə. İndi AX kiçik B-yə baxaq. Birinci hal A böyük 0. A böyük 0 olanda X kiçik olur B böl A. Yəni bu işarə qaldı yerində. Mesela A kiçik 0 olanda X böyük olur. Bu işarə dəyişir. Böyük olur B bölünsün A'dan. Burada nümunə verib, bu nümunə var yazıb. Burada nümunəyə baxa bilərsiniz. Biz keçək nəyə? Çalışmaların həllinə. İndi burada hər tərəfin üzərinə 7 gələ bilər və yaxud baxın burada X böyük olur. 7 keçir digər tərəfə olur nə? 0 üstə gəlir 7. X böyük 7. Və ədəd oxu üzərində təsvir edək. 7-dən böyük. Demişdik ki, nə? Bərabər işarəsi burada olmadığına görə altdan xətt. 7-nin yumrusu boş olur. Cavab olur nə? 7-dən müsbət sonsuzluğa. Burada X kiçik olur nədən? 6 keçir o tərəfə olur 0 çıxaldı. Yəni mənfi 6. Ədəd oxu üzərində mənfi 6-dan kiçik. Demək mənfi sonsuzluqdan mənfi 6. Mesela bunun cebəni X üstə gəlib 1,5 böyük bərabər 0. X çıx 0,6 kiçik bərabər 0. Baxın burada X böyük bərabər nə olur burada? 1,5 keçir. Digər tərəfə əks işarə ilə 0 çıx 1,5 yəni mənfi 1,5. Düzdürmü? Olur da mənfi 1,5'in ötəsi dolu olur. Nöqtəsi dolu olur. Niyə? Çünki aşağıda xətt var. Aid. Mənfi 1,5'dən böyük. Müsbət sonsuzluğa. Mötərəzə, düz mötərəzə. İndi burada 0,6 keçir digər tərəfə əks işarə ilə olur. Kiçik bərabər 0 üstə gəl 0,6. Yəni 0,6. Ədəd oxu üzərində təsvir etsək, mötərəzə bu xəttə görə nöqtəsi dolu olur. 0,6'dan kiçik. Olur mənfi sonsuzluqdan 0,6'ya. Nömrə 2. Burada deməli X böyük olur nədən? 11 bölünsün 2'dən. Elə bir hər tərəfi 2'yə bölürəm də. X böyük olur 5,5'dən. Sonra burada X kiçik olur nədən? 18 böl 6. Vuruq hasil. 18 bölürəm 6. X kiçik olur 3'dən. Ədəd oxu üzərində təsvir eləməyimizi burada istəmir. Ədəd oxunda yazmıyorum bunu. Böyük 5,5 deyir düzdürmü? Cavab olur 5,5'dən böyük. Yəni müsbət sonsuzluq burada. 3'dən kiçik, yəni mənfi sonsuzluqdan 3'ə cavab olur bu. Mesela bunun cəməninə baxıram. 2'də 1 y böyük mənfi 3. Və rahatçılıq üçün hər tərəf vururam 2'yə. Və 2 vur. 2 vur. Vur 2. 2'lər getdi qaldı. Y böyük olur mənfi 6'dan. Cavab olur nə? Mənfi 6'dan müsbət sonsuzluğa. Məsələn D bəndinə baxaq. Mənfi 2y kiçik bərabər 15. Hər tərəf elə bir mənfi 2'yə böləndə bu işarə dəyişəcək. Olacaq y böyük bərabər 15'i də mənfi 2'yə bölürəm. Mənfi 7,5'dir. Burada deməli X böyük bərabər nə olur? 0 bölürəm 5'ə 0.
Olur cavab nə? Sıfırdan müsbət sonsuzluğa. Və sıfırın özü də aiddir. Burada 4,2-də 1-i 4,5 kimi yaza bilərik. Yəni bunu 4,5 yazaq, bölmək rahat olsun da bizə. Hər tərəfi bölürəm -4,5-ə. Olur x və ortadakı bu işarə dəyişir. Böyük bərabər olur -3 böl -4,5. Sürət məxrəci 10-a vursaq, mənfilər olsa 7 olur. Sürət məxrəci 10 olsa 30 bölü 45 olur. İxtisar gedir 15-ə 2 dəfə, 3 dəfə. X böyük bərabər 3/2-dən. Deməli, cavab olur nə? 3/2-dən müsbət sonsuzluğa 3/2 mötərizəsi düz mötərizə. Buradan 6x böyük olur nə? 3/2-nin əks işarəni digər tərəfə keçirdirəm. 0,4 üstə gəl 3,2-dən. 6x böyükdür. Bunları toplasaq 3,6. 3,6-nı da bölürəm 6-ya. Elə hər tərəf 6-ya bölürəm. X böyük olur 0,6. Cavab olur nə? 0,6-dan müsbət sonsuzluğa böyük dediyinə görə. Məsələn, baxaq B bəndinə. 15 çıx x kiçikdir 12 çıx 4x. 4x-i bərabərliyin. Sol tərəfinə keçirirəm, olur əks işarə ilə müsbət 4x çıx x kiçikdir 12. 15-i də əks işarə ilə keçirdirəm digər tərəfə. 15 müsbətdir, keçir olur -15, yəni çıx 15. 4x-dən x çıxıram 3x. 12-dən 15 çıxıram -3. 3-ü də bölürəm 3-ə, yəni hər tərəf 3-ə bölürəm x. Kiçik olur -1-dən. -1-dən kiçik, yəni mənfi sonsuzluqdan -1-ə. Əssalam. Burada 3-ü digər tərəfə keçirdim əks işarəni. Olur -4y böyükdür 7 çıx 3. -4y böyük olur 7-dən çıxıram 4. Hər tərəf -4-ə böləndə oldu y. İşarə dəyişdi. Hər tərəf mənfiyə böldüyümüzə görə. 4-də -4-ə böləndə -1. Y kiçik -1, yəni mənfi sonsuzluqdan -1-ə. Burada 7x-i keçirdi əks işarə ilə olur. 7x üstə gəlib 5x. Kiçik bərabər 29 da yəni keçiririk digər tərəfə. Olur 17 çıx 29. X ilə 5x edir 12x. 17-dən də 29 çıxırıq olur -12.
Hər tərəfi 12'yə bölürəm. Yəni 12'ni bölürəm 12'yə 1 və sonra. X kiçik bərabər mənfi 1. Belə deyil. 12'ni 12'ni bölürəm 1. Mənfi 12'ni də 12'yə bölürəm mənfi 1. Kiçik bərabər mənfi 1. Yəni mənfi sonsuzluqdan mənfi 1'ə. Üçü digər tərəfə keçirdək. Olur mənfi 4A kiçik bərabərdir. Müsbət 1 deyil bu. Müsbət 1. 1 çıx 3. Mənfi 4A kiçik bərabər mənfi 4. Hər tərəfi mənfi 4'ə bölsək, işarət dəyişəcək olacaq. A böyük 1. 4, mənfi 4'ü mənfi 4'ə böldüm 1. Mənfi 4'ü mənfi 4'ə böldüm 1. Ortada işarət dəyişdi. A böyük bərabər 1. 1'dən böyük bərabər, yəni 1'dən müsbət sonsuzluğa 1 özü də bura nədir? Aiddir. F bəndini yazaq. 3 üstəgəl 5y böyük bərabər 15 üstəgəl 8y. 8y keçirdik digər tərəfə. Mənfi 8y üstəgəl 5y olur. Böyük bərabər. 3'ü də keçirdik o tərəfə. 15 çıx 3. Mənfi 3y böyük bərabər 12'dən. 15'dən 3 çıxdım 12. İndi hər tərəf bölürəm mənfi 3'ə. Bunu mənfi 3'ə bölürəm 1 eləyir, düzdürmü? Bunu mənfi 3'ə bölürəm mənfi 4 eləyir. Bu işarədə dəyişdi. Olur y kiçik bərabər mənfi 4'dən. Yəni mənfi sonsuzluqdan mənfi 4'ə. Bunu ətə doxunda təsvir etmək istəsək, olur mənfi 4'dən mənfi sonsuzluq kiçik. Demək, x-in hansı qiymətində 2x çıx 7 ifadəsi müsbət qiymət, yəni 0'dan böyük olur. 7'nin keçirdiyi əks işarənin digər tərəfə 2x böyük olur 0 üstəgəl 7, yəni 7. Yəni x böyük olur nədən? 7'ni bölürəm 2'yə, x böyük 3/5'dən. Məsələn 3/5'dən böyük, yəni 3/5'dən müsbət sonsuzluq. Kiçik desə mənfi sonsuzluq olardı. İndi burada 15'i keçirdək. Mənfi 3y kiçik olur. 0 çıx 15, yəni mənfi 15. Hər tərəfin mənfi 3'ə böləndə y bu işarə dəyişir. O böyük olur. Mənfi 3. Y böyük olur 5'dən. Yəni 5'dən müsbət sonsuzluğa. C bəndi. X-in hansı qiymətlərində 3x üstəgəl 1, 2 hədlisi 25'dən kiçik qiymət alır. Yəni kiçikdir 25. Biri digər tərəfə keçirdək. 3x kiçik olur nədən? 25 çıx 1, 3x kiçik olur. 25 çıx 1, 24. 3'ə böləndə hər tərəfə x kiçik olur 8'dən. Demək 8'dən kiçik, yəni mənfi sonsuzluqdan 8'ə. Buna adi tənlik kimi həll edək. 5'i vururam x-a, 5'i vururam 2'yə. Olur 5x çıx 10 üstəgəl 12 böyükdür. 17 çıx 3'ü vururam x-a, 3'ü vururam 4'ə. 3x çıx 12. Mənfini 3'ü müsbət 4'ə vuradıq. Oldu mənfi 12. İndi hərfləri bir tərəfə keçirdik. Ədədləri digər tərəfə keçirdik. Və ya əvvəl işimizi rahatlaşdıraq. Məsələn 5x 10'dan 12 eləyir. 12'dən 10 çıxdım 2. Sonra böyükdür. 17'dən 12 çıxıram. 5 çıx 3x yerində. İndi 3x'i keçirdik bərabərliyin digər tərəfinə. İşarə dəyişməklə olur. 5x üstəgəl 3x. 2 də keçir digər tərəfə. Əks işarə nə olur? 5 çıx 2. 5 üstəgəl 3. 8x böyükdür. 5 çıx 2 3'dən. X böyükdür. Hər tərəfi 8'ə bölsək və ya 3'ü bölürəm 8'ə. X böyükdür 8'də 3. Cavab olur 8'də 3'dən. Böyük, yəni müsbət sonsuzluğa. Burada 3'ü vururam A'ya, 3'ü vururam 8'ə. Olur 3A üstəgəl 24 çıx. 5'i vururam A'ya, 5'i vururam 1'ə çıx. 5A üstəgəl 5. Kiçikdən 7. 3A'dan 5A çıxılır, olur mənfi 2A.
24 ilə 5 hər ikisi müsbət olduğuna toplanır. Olur 29 kiçikdir 7-dən. 29 digər tərəfə keçir. Olur mənfi 2a kiçik olur 7 çıx 29. Əks işarə ilə keçir. Mənfi 2a kiçik olur nədən? 7-dən 29 çıxıram mənfi 22. İndi hər tərəf bölürəm mənfi 2-yə böləndə. Bu olur a. Bu işarə dəyişir. Mənfi 22-ni də mənfi 2-yə bölürəm. Olur müsbət 11. Məsələn, ya da belə deyək. Məsələn, a böyük olur. Mənfi 22 böl mənfi 2-dən o da müsbət 11. Deməli 11-dən böyük, yəni 11-dən nə? Müsbət sonsuzluğa. 4-ü vururuq x-ə 4x. 4'ü 1 onda 5'e vururam 6 üste gel 1 böyüktür 6x üste gel 1 tam onda 2'den. Gel belə edək. 6x'i keçirdim əks işarənin digər tərəfi olur çıx 6x. Böyük bərabər 1 tam onda 2 qaldı. 4x'dən 6x çıxıram mənfi 2x. Mənfi 6 üstə gəl 1. Mənfi 5. Böyük 1 onda 2. 5x keçirdirəm sol tərəfə, sağ tərəfə. Yenə qaydaya görə əks işarə ilə olur mənfi 2x böyük bərabər 1 tam onda 2 üstə gəl 5. Mənfi 2x böyük bərabər 6 tam onda 2-dən hər tərəf mənfi 2-yə böləndə belə deyil. X kiçik bərabər olur. Mənfi 6 tam onda 2 böl 2-dən artıq mənfiyə böldük. Oradan alınır x kiçik bərabər mənfi 3 tam onda 1-dən mənfi 3 tam onda 1-dən kiçik olur. Mənfi sonsuzluqdan mənfi 3 tam onda 1-ə. Böyük desəydi mənfi 3 onda 1-dən müsbət sonsuzluğa yazmalıydıq. Deməli 4x çıx mötərizə açacaq olur. X çıx 6 işarə dəyişir çıx. 3'ü vururam 2'ye 3'ü vururam x'ə. Çıx 6 üstə gəl 3x kiçik bərabər 4. 4x'dən x çıxdım 3x 3x'in üzərinə 3x yazdım 6x. Mənfi 6 ilə 6 edir mənfi 12 kiçik bərabər 4. 12'ni keçiririk digər tərəfə. Əks işarə ilə olur üstə gəl 12. 6x böyük bərabər neçədən? 16. X böyük bərabər 16 böl 6. Vuruq hasil böldüm vuruğa. X-ə gedir x böyük bərabər olur 8 böl 3. X böyük bərabər olur 2 tam 3'də 2'dən. 2 tam 3'də 2'dən böyük bərabər düzdürmü? Yəni 2 tam 3'də 2'dən müsbət sonsuzluğa. 0 14'ü vuraq x'ə vuraq 2'yə olur. 0 tam 14 x çıx 0 tam 14. Çıx 0 tam 18 x böyük mənfi 4 tam onda 1. 0 14'dən 0 18'i çıxırıq. Edir mənfi 0 onda 5 x. Böyük olur mənfi 4 tam onda 1. 0 onda 6'nı əks işarə ilə keçirdik digər tərəfə. Sağ tərəfə olur üstə gəl 0 tam onda 6. Deyim mənfi 0 onda 5 x böyük olur. Burada böyükdən kiçik 4 tam onda 1'dən yəni 0 onda 6'nı çıxıram. Edir mənfi 3 onda 5. Hər tərəfi mənfi 0 onda 5'ə böləndə bu işarə dəyişir olur. Kiçik olur. Mənfi 3 onda 5 böl mənfi 0 onda 5. Mənfilər 7. 3 onda 5'i 0 onda 5'ə böləndə edir 7. 7'dən kiçik yəni mənfi sonsuzluqdan 7'yə.
Səs sənəmədi yanmışdı. Yenidən səsi açdım. Demək, burada da hər tərəf bölürəm 3-ə. Bir də deyirəm. Demək, əvvəl 12-ni vurdum 5-ə, tənasüb elə də 60, düzdürmü? 15 keçirdim digər tərəfə, oldu 60, işarəsi dəyişdi. 60 çıx 15, 45. İndi hər tərəfdə mənfi 3-ə böləndə x işarə dəyişir. 45-i də mənfi 3-ə bölürəm. Edir mənfi 15. Demək, cavab nə olur? Mənfi sonsuzdan mənfi 15-ə. Baxın burada. Burada hər tərəfi məsələn 3-ə vuraq və ya birbaşa 3-ü 5-ə vura bilərəm. Bunun hər tərəfi 3-ə vurmaqdan amma yenə izah edim sizə. Baxın, yazıram vur 3, düzdürmü? Vur 3. Vur 3. 3-dən 3 getdi. 5 3-ə vurdum 15. 1-i keçirdirəm digər tərəf olur. 2x kiçik olur. 15 üstə gəl 1. 2x kiçik olur 16-dan. 2-yə böləndə 16-nı x kiçik olur. 16 bölü 2. X kiçik olur 8-dən. Yəni mənfi sonsuzluqdan 8-ə. Vəssalam. Baxın, hər tərəf vururam 4-ə. Vur 4. Vur 4. 12 böyük. 4-dən 4 getdi. Qaldı 6 çıx x. X-in işarəsini dəyişməklə digər tərəfə keçirdək. Olur x müsbət. Böyükdür 6. 12-ni keçirirəm bu tərəfə. İşarə dəyişir. Olur çıx 12. X böyük mənfi 6. Cavab olur mənfi 6-dan böyük. Yəni müsbət sonsuzluq. Burada da hər tərəf vuraq 7-yə. Bir dəqiqə. Hər tərəf vuraq 7-yə. Demək, vur 7. Vur 7. 7-nin 7-ni aparıram. 2-ni vururam x-ə, 2-ni vururam 4-ə. 2x çıx 8 böyükdür. 3 vur 7, 21. 8-i keçirir digər tərəfə. 2x böyükdür 21 üstə gəl 8. 2x böyükdür 29. 29-u 2-yə bölürəm 14,5. Deməli, cavab 14,5-dən böyük, yəni müsbət sonsuzluğa. Burada tənasüb kimi də həll edə bilərik və ya hər tərəfi 4-ə də vura bilərik. Vur 4, getdi, düzdürmü? Vur 4. Qaldı 2. 2-ni vururam 7 çıx x-ə. 2-ni vururam 7-yə, vururam 2x-ə. 14 çıx 4x. Böyük bərabər. Burada qaldı 3x çıx 7. Çünki burada 1 qalır, bax. Yerlərini dəyişdirək. 3x-i gətirirəm bu tərəfə olur. Mənfi 4x çıx 3x. 14-ü də keçirirəm digər tərəfə. Mənfi 7. 14 keçir, işarə dəyişir. Deməli, mənfi 7x böyük bərabər mənfi 21. Burada hər tərəfi böləndə mənfi 7-yə, yəni 21-2 mənfi 7-yə böləndə bu işarə də dəyişir. Kiçik bərabər olur 3-dən. 3-dən kiçik bərabər, yəni mənfi sonsuzluqdan 3-ə. Demək, mötərəzəni vuraq açıq. X-ə vururam x kvadrat çıx 3x. Bu ifadələri də keçirdik digər tərəfə. Keçəndə əks işarə ilə keçir. X kvadrat üstə gəl 6x. Böyük 1/10. X kvadratdır 7. Mənfi 3x üstə gəl 6x edir müsbət 3x. Böyükdən kiçik çıxdım. Böyüyün işarəsi. Böyükdür 1/2-dən. Hər tərəfi 3-ə böləndə x böyük olur 0,4-dən. Yəni 0,4-dən müsbət sonsuzluğa. Üç y kvadrat çıx y var. 3y çıx 4 kiçik bərabər 16. Y-ə həm buna vururam, həm buna olur. 3y kvadrat çıx 3y kvadrat üstə gəl 4y. Kiçik bərabər 16. 3y kvadratlar getdi. 4y kiçik bərabər 16 qalır. 16-nı da bölürüm 4-ə. Y kiçik bərabər 4. 4-dən kiçik bərabər, yəni mənfi sonsuzluqdan 4-ə. C bəndi. Mötərizələr vuracaq. 6x-i vururam x-a 1-ə. Olur 6x kvadrat çıx 6x çıx. 3x-i 2x-ə vururam 6x kvadrat. 3x-i 2-yə vururam, mənfiyə vururam, müsbət. 6x kvadratdır 7.
Mənfi 6x ilə müsbət 6x gedir 0 olur. Qalır 0 böyük 6-dan. Boş çoxluq. 0 6-dan böyük ola bilməz. Deməndən baxaq. Düstur kimi açıq b kvadrat kimi açsaq bu nə olur? 9y kvadrat çıx 6y üstə gəl 1. Bunu başa düşməyin geçsin. A çıxılsın b kvadrat. 2 ədinin kvadratı. Və ya cəmin və ya fərqin kvadratını öyrənsin, sonra gəlsin buna. Y vururam 9y, 9y kvadrat. Y vururam 1-ə, çıx y. 3 vururam buna olur. Üstə gəl 27y. 3 vururam 1-ə, çıx 3. 9y kvadrat keçsə işarəsi dəyişib gedəcək. Bunları islah aparaq. Demək, mənfi 6y. Y keçirdək digər tərəf olur. Üstə gəl y işarə dəyişdi. 27y də keçirdək olur. Çıx 27y işarə dəyişir. Böyükdür mənfi 3. 1-i bərabərliyin digərini keçirdik. Yenə işarə dəyişir olur. Çıx 1. 6y-nin 27y edir 33. 33 mənfi 33 y-dən də 1y çıxırıq. Mənfi 32y. Böyükdür mənfi 4. İndi hər tərəf bölürəm mənfi 32-yə. Olur y kiçik olur 32-də 4. Bu işarət dəyişdi. Yəni y kiçik 8-də 1. İxtisar yedirək 4-də. Olur nə? 8-də 1-dən kiçik, yəni mənfi sonsuzluqdan 8-də 1-ə. Demək, Leyla skanerin köməyi ilə 56 şəkli kompüterin yaddaşına köçürməlidir. O dəqiqədə 4 şəkil köçürə bilir. Leyla neçə dəqiqə işləsə, onun 10 dənədən az şəkili qalar. Deməli, 56 dənədən dəqiqədə 4 şəkil. Məsələn, x dəqiqədə 4x şəkil köçürür. Neçə dəqiqə işləsə 10 dənədən az qalar. Kiçik olur 10-dan. Bunu həll edək. Mənfi 4x kiçikdir 10. 56-nı keçirir digər tərəfə çıx 56. Mənfi 4x kiçikdir mənfi 46. Hər tərəf bölsək mənfi 4-də x böyük olur. 46 böl 4. 2, 23. 2'ye ixtisar getdim. X böyük olur. 23'ü 2'ye böldüm oldu. 11,5. Neçə dəqiqə işləsə? Deməli 12 dəqiqə 11,5-dən böyük. 12 dəqiqə işləsə 10 dənədən az qalacaq. Həqiqətən 4 dəfə 12 48, 56-dan da 48 çıxanda 108. İndi bizə amma burada bir şey var da. Demir tam neçə dəqiqə. Neçə dəqiqə işləsə 11,5 dəqiqədən çox işləsə. Nəriman oyuncaq mağazasında 50 manatlıq hədiyyə çekinin 15 manatını xərclədi. Nəriman hədiyyə çekindəki məbləği keçməmək şərti ilə qalan puluna 2,55 manat olan məzəli eynəklər almaq istəyir. O neçə eynək ala bilər? $50 manatdan 15'in xərclədi. Qaldı 35 manat. İndi bu 35 manatı keçirmək şərti ilə x dənə almalıdır. Məsələn, bilmirik də yəni neçə dənə x dənə məzəlin eynək almaq istəyir. Birinin qiyməti də 2,55 manat. 2,55 manat. 35'i keçməsin. Yəni 35'dən ya kiçik olsun ya da bərabər. Hər tərəf bölə 2,55'ə. Olur x kiçik bərabər 35 bölü 2,55. Sürət məxrəci 100'ə vursam olur 3500 böl
255. 5'i ixtisar aparaq da bunu. 51 sürətdə də 700. Necə olubsa səsləyək bu şey. Fikir verməmişəm. Demək 700 bölü 51'ə. Bir dəfə 51. 19. 190'ın içərisində 3 dəfə 51, 153. Qaldı 7. 8'dən 5 3. Yəni x kiçik bərabər 13 tam 51'də 37'dən. Bizə deyir, neçədən belə eynək? Ən çox ala bilər 13 dənə və salam. 13 tam 51'də 17'dən kiçik bərabərdirsə, cavab oldu 13. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Sağ olun, Allah amanında.